Mən Məmmədov Şadınız Həmidoğlu, Qazma kənd sakiniyəm, Balakən rayonunda yaşayıram. 20 il bundan qabaq qarğıdalı əkmək fikri ilə başladım mən də. Çünki Balakən rayonunda qarğıdalı əkib becərmək üçün torpaq iqlim şəraiti imkan verir. Ona görə mən də 20 il bundan qabaq bu sahəni seçdim. Bu sahəyə meylim çoxaldı və qarğıdalı əkib becərməyə başladım. Əvvəllər problemlərimiz çox idi. Texnikadan, gübrədən, dərmandan əziyyət çəkirdik. Son illərdə həmin toxum problemi yaxşıya doğru dəyişdi. Həmin gübrə, dərman, texnika, şükür dövlətimiz hər tərəfli şərait yaratdı. Əvvəllərə nisbətən satış problemimiz də nisbətən yaxşılaşıbdı. Satış problemimiz bu mənada yaxşılaşıbdı ki, İmişli Şəkər Zavodu, Azərsun şirkəti fəaliyyətə başlayandan sonra qiymətlərdə normallaşma başlayır. Yəni bu da bizim məhsul satmağımızı yaxşılaşdırır. Qarğıdalı Balakən rayonunda 8000 hektar əkilir. Yəni bu o deməkdir ki, qarğıdalının yetişdirilməsi üçün Balakən rayonunda münbit şərait var. Həm iqlim, həm torpaq. Yəni bu sahəni inkişaf elətdirməyə kömək eləyir. Bugünkü gündə 20 hektara qədər qarğıdalı əkmişəm. Neçə ildir bu vəziyyətdə? Əvvəldən 10 hektar əkirdim, sonra 15, bu gün 20 hektar qarğıdalı əkirəm. Gələcəkdə bu sahəni genişləndirmək istəyirəm.